Air24'ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mövsümovadır. Hər vaxtınız xeyir. Bu saatın əsas xəbərlərindən keçək. Amerika Birləşmiş Ştatları və İrandan yüksək səviyyəli nümayəndələr gələn həftə İsveçrədə görüşə bilər. Bu barədə məlumatı BFM telekanalı yayıb. İnformasiyaya əsasən Pakistanın Xarici İşlər Naziri də görüşə hazırlaşmaq üçün tezliklə adı çəkilən dövlətə səfər planlaşdırır. Mövzunu ekspertlər şərh ediblər, nəzər salaq. ABŞ-İran münasibətlərində yeni diplomatik mərhələnin başlanacağına dair iddialar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Kivlərin yaydığı xəbərlərə görə tərəflərin yüksək səviyyəli nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər. Hələlik danışıqların konkret gündəliyi açıqlanmasa da mümkün təmasın regionun gələcək təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə biləcəyi qeyd olunur. Müşahidəçilərin fikrincə ehtimal görüşün əsas mövzularından biri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ola bilər. Dünya neft ticarəti əhəmiyyətli hissəsinin keçdiyi bu strateji marşrut ətrafında yaşanan gərginlik son illərdə qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Tərəflər arasında əldə ediləcək hər hansı razılaşmanın enerji qiymətlərinə və beynəlxalq ticarətə də təsir göstərəcəyi gözlənilir. Proseslər hansısa mənada yaxın gündə bir diplomatik danışıqların və ya hansısa mərhələdə bir sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Ancaq proseslərin mahiyyətində həm də bir ideoloji siyasi qarşıdurma var və bu ideoloji siyasi qarşıdurmanı yalnız Hörmüz boğazı ilə və onun ətrafında sabitliyin yaranması ilə, yarada bilməsi ilə aradan qaldırılması və bununla uzun müddətli sülhə nail olunması yaxın zamanda yəqin ki gözlənilə bilən deyildir. Danışıqların digər istiqaməti İranın nüvə proqramı ətrafında formalaşa bilər. Vaşinqton uzun müddətdir Tehranın nüvə fəaliyyətlərinə məhdudiyyətlərin qoyulmasını tələb edir. İslam Respublikası isə öz növbəsində iqtisadi sanksiyaların yumşaldılmasını və beynəlxalq təcriddən çıxmağı əsas şərtlərdən biri kimi irəli sürür. Bu səbəbdən İsveçrə formatı tərəflərin mövqelərinin yaxınlaşdırılması baxımından mühüm platforma hesab edilir. Ekspertlər vurğulayırlar ki, dialoqun uğurla nəticələnməsi yaxın şərqdə bir sıra münaqişə ocaqlarına da təsirsiz ötüşməyəcək. Xüsusilə İranın regiondakı nüfuz imkanları nəzərə alınarsa, İraq, Suriya, Livan və Yəməndəki proseslərin gələcək inkişafı da bu diplomatik təmaslardan asılı ola bilər. Amerika Birləşik Devletlərinin öncəliyi Hörmüz boğazının açılması və İranın nükleer fəaliyyətlərindən vazgeçerek zenginleştirilmiş uranyumların teslim edilmesi yönünde iken, İran ise nükleer konulardaki görüşmelerin ileriki bir safhaya bırakılmasıyla birlikte nükleer çalışmalardan vazgeçmek istemediğini ve Hörmüz boğazının kendi kontrolleri altında olacağı yönündeki talepləri unutulmamalıdır. Əlbəttə ki, prosesin uğursuzluq ehtimalı da istisna olunmur. Tərəflər arasındakı etimadsızlıq, qarşılıqlı ittihamlar və göstərici maraqlar danışıqların mürəkkəb keçəcəyinə bir işarə ola bilər. Buna baxmayaraq, İsveçrədə planlaşdırılan mümkün görüş vacib diplomatik təmaslarından biri kimi qiymətləndirilir və onun nəticələri həm region, həm də qlobal siyasət üçün müəyyən edici əhəmiyyət daşıya bilər.